Everestin belə deyim də zirvəsindən də baxanda və aşağıdan da Everestə baxanda sən elə bir baş gicəllənməsi keçirirsən ki, elə bir daxili, ruhi, bilmirəm, fiziki baş gicəllənməsi keçirirsən ki, yəni bu qədər gözəl, bu qədər möhtəşəm, bu qədər sözlərlə ifadə etməsi çətin olan bir belə deyim də nəhəngliyi hiss edirsən ki, yaradan bu yer kürəsinin belə ayaqda qalması üçün bu qədər möhtəşəm bir dağ. Everest mənə özünü göstərdi ki, mən burada nəhəng yaradılışam, dayanmışam. Siz bura gedib gəlirsiniz, siz burada özünüzü sınayırsınız və mən burada sakit durub sizə baxmaqdan başqa ölümünüzə, qalibiyyətinizə, məğlubiyyətinizə, özünüzü kəşf etmənizə, rekord qırmanıza, işte nə bilim nələr üçün mənim sinəm sizə açıqdır və siz bunu burada təcrübə edirsiniz. Mən sizə şahidlik etməkdən başqa heç nə edə bilmərəm, deyə Everest orada dayanmışdı. Yəni mən Everestdən onu görmürdüm ki, yəni bunun məqsədi belə deyək də biz bədii belə öldürməkdir. Yox, orada bəs insanlar? Ancaq insanlar özlərini ora həqiqətən sınamağa gedirlər. Yəni bu bir özünə sınaqdır, bir missiyadır, bir çağırışdır. Mən də bilmirəm. Hər kəsin rekord qırmaqdır, işte nə bilim birinci olmaqdır və s. Egodur. Everest egodur. Hər şey var da bunun içində biz hər şey tapa bilərik.